Salam herkese. Musiqi Nəzəriyyəsi fənnindən dərslərimizdə qaldığımız yerdən davam edirik. Bugünkü dərsimiz non-akkord olacaqdır. Bölmənin sonuncu dərsidir. Çox maraqlı dərsdir. Diqqətlə dinləyin. Bölməmizin adı akordlar bölməsidir. Deməli 3 səsli akordlar və septakordlar, yəni 4 səsli akordlarla tanış olmuşuq. Nə olduğunu bilirik. Bugün isə 5 səsli akordla tanış oluruq və bölməni yekunlaşdırırıq. 5 səsin tersiyalarla qurularaq birlikdə və ardıcıl səslənməsinə 5 səsli akord deyilir. 5 səsli akord non-akkord adlanır. Niyə non-akkord adlanır? Non-akkord nədir? Nona akkord, yəni ki, non-akkord yazılır da. Onda akordun birinci və sonuncu, axırıncı səsi nona intervalına əmələ gətirir. Buna görə də non-akkorddur. Baxın, burada verib sizə indi bunu pianoda izah eləyəcəm birazdan. Keçək bu hissəyə. 5-ci pilləmizdən qurulur. Buna görə də dominant non-akkord adlanır. Niyə görə? Çünki 5-ci pillənin adı dominantadır və non-akkord da zaten akkordun adı da birləşib dominant non-akkord yaranır. İşarəsi D, indeksində 9 kimi yazılır. 9 yaxşı olmadı. Aha, qalsın. Deməli, bu nə deməkdir? Dominant septakordun üzərinə tersiya intervalını gələndə dominant non-akkord alınır. İndi keçdik pianoya. Mən nə dedim? Dedim ki, dominant septakordun üzərinə tersiya intervalını gələndə dominant non-akkord alınır. Orada izah eləməli çox şey var. Ora birazdan qayıdacağıq. Birinci mən non-akkordun quruluşunu izah eləyim, sonra dominant non-akkorda keçərik. Non-akkord dedik ki, 5 səsin ardıcıl və ya birlikdə səslənməsinə deyilir. Deməli 5 səsdən istifadə edəcəyik. Deməli akkord necə qururduq? Bir pilləni çaldıqsa, digərini buraxıb digərini çaldıq. Bu akkordun qurulma qaydasıdır. İndi baxacağıq ki, non-akkordda necə olacaq? Non-akkord 5-ci pillədən qurulur. Do majoruna baxanda C-durda hələ sol notuna düşür, hələ 5-ciyə düşür belə. Qurduq akordumuzu, non-akkordu. Bu qədər. Bu 5-ci pillədən non-akkordun qurulmasıdır. Dominant septakordun üzərinə tersiya intervalını gələndə dominant non-akkord alınır. Aha, bunu bildik, başa düşdük. İndi bir sual yaranır ki, bax gəldik. Dominant deməli septakordun üzərinə gəldik tersiya intervalına. Mən bura böyük tersiya yazacağam, yoxsa kiçik tersiya yazacağam? Həm böyük tersiya yazacağam, həm kiçik tersiya yazacağam. Buna görə də dominant non-akkord 2 növdə olur. Birincisi böyük dominant non-akkord, yəni dominant septakordun üzərinə böyük tersiyanın gəlinməsi, biri də kiçik dominant non-akkorddur. Dominant septakordun üzərinə kiçik tersiya intervalının gəlinməsidir. Yəni tersiya intervalı 2 növdə olur da, bilir, 2 cür olur da. Kiçik tersiya, böyük tersiya. Kiçiyi 1,5 tondur, böyüyü isə 2 tondur. İndi başlayaq. Deməli, tərkibindəki nona intervalının keyfiyyətinə görə dominant non-akkord, yəni D 9 bölünür 2 yerə. Birincisi böyük, ikincisi isə kiçik. Aha, başlayaq. Əgər 5-ci pillədən qurulanda böyük tersiya, kiçik tersiya, kiçik tersiya, böyük tersiya quruluşlu olarsa, bu böyük dominant non-akkorddur. İndi burada yazmağa yer az deyə, ona görə yoxsa yaxşı izah edə bilmirəm sizə. Baxın, deyirik ki, böyük tersiya, kiçik tersiya, kiçik tersiya və son olaraq böyük tersiya. Burada hansı hansıdır? Yəni nə deməkdir o? İndi böyük dominant non-akkorddayıq da biz, böyük dominant non-akkordda. Deməli indi baxaq görək bu quruluş nədir? İntervalın tərkibi nəyə görə belə yazdıq biz bunu? Xatırlayaq biz sizinlə dominant septakordu. Böyük tersiya, kiçik tersiya və kiçik tersiya quruluş dominant septakordun interval tərkibi idi.
Baxın indi bura. Böyük tersiya, kiçik tersiya, kiçik tersiya. Böyle dominant septakorddur da. Dominant septakorddur bu. Və üzərinə gəlinsin böyük tersiya intervalı. Deməli, bu dominant septakordun üzərinə böyük tersiya intervalının gəlinməsidir. Bax, verib bura sizə də. Quruluş necədir? Böyük tersiya, kiçik tersiya, kiçik tersiya, böyük tersiya. İlk böyük, kiçik, kiçik. Zaten bu dominant septakordundur. Sonda bir dənə tək böyük qalır burada. O da dominant septakordun üzərinə böyük tersiyanın gəlinməsidir. Yəni bu adlanacaq böyük dominant non-akkord. İşarəsi də necə yazılır onu da göstərək. B hərfi və dominant non-akkord. Bu oldu böyük dominant non-akkord. Burada zaten verib də sizə. Oxuyun bunu. Do major qammasında veribdir. İkinci növ isə dominant septakordun üzərinə kiçik tersiya intervalının gəlinməsidir. Yəni ki, 5-ci pillədən qurulur. Quruluşu belədir. Kiçik dominant non-akkordun böyük tersiya üzərinə gəlinsin. Kiçik tersiya üzərinə gəlinsin. Kiçik tersiya və üzərinə gəlinsin bir daha kiçik tersiya. Bayaq sonda üzərinə gəlinsin böyük tersiya idi. İndi kiçik tersiya oldu. Başa düşdünüz? Yəni kiçik tersiya gələndə kiçik dominant non-akkorddur. Böyük tersiya gələndə böyük dominant non-akkord. Yəni kiçiyi gəlirsən kiçik olur, böyüyü gəlirsən böyük olur da qısaca. Bu nədir? Bu yenə də dominant septakordundur. Böyük tersiya, kiçik tersiya, kiçik tersiya. Bu nədir? Dominant septakordun, yəni bunun interval tərkibidir. Və sonda üzərinə gəlinsin kiçik tersiya intervalı. Bu da dominant non-akkorda xas olan bir şeydir. Yəni sonda bir ümumiləşmə desək, dominant septakordun üzərinə kiçik tersiya intervalını gələndə kiçik tersiya, həm də kiçik tersiya intervalını gələndə kiçik dominant non-akkord alınır. Burada verim. Akordun birinci və axırıncı səsləri arasında kiçik nona intervalı olduğu üçün akord kiçik non-akkord adlanır. Gördüyünüz kimi verib. Deməli, do majorda, la minorda, do major harmonik, a molda la minor harmonik. Burada geniş bir mətn yazılıb. Dominant non-akkordun dönmələri haqqında nadir hallarda istifadə olunur. Adı yoxdur. Yəni məxsus bir adı yoxdur. Quruluşunda görürük. Bir tam şəkildə olur, bir natamam şəkildə olur. Başlayaq natamam şəkildən. Akordda kvinta səsi olmur. Yəni çalınmır da, buraxılır. O, dominant non-akkord birbaşa həll olunur və dominanta vasitəsilə tonikaya həll olunur. Yəni ki, dominant non-akkordun birbaşa tonikaya həlli zamanı dominant non-akkordda kvinta səsi septmadan yuxarıda olmalıdır. Yerləşdirilməlidir ki, deməli, paralel kvinta olmasın da, kvartalarlı olsun. Paralel kvinta olsa, əmələ gəlsə, əksi halda birləşmə zamanı akordun nona, septima, kvinta səsləri bir pillə aşağı, tersiya bir pillə yuxarı hərəkət edər. Prima səsi tonika üç səsinin prima səsinə gələr. Halbuki prima sıçrayışla gələr də tonika üç səsinin prima səsinə. Yəni bu hərəkət o deməkdir ki, sonda dominant non-akkordda nə olur? Dominant non-akkordun priması, deməli, tonika üç səsinə, üçləşmiş tam tonika üç səsinə həll olunur. Kvinta səsinə nə olur? O da ki, septima səsindən aşağıda deməli, olan da yerləşmiş tam dominant non-akkord, o da dominant septakord vasitəsilə tonika üç səsinə həll olunur. Natamam dominant non-akkordun priması ikiləşmiş tonika üç səsinə həll olunur. Dominant non-akkord əgər dominant septakord vasitəsilə tonikaya həll olsa, onun özünün nona səsi, yəni dominant non-akkordun nona səsi bir pillə aşağı dominant septakordun prima səsinə aparılır. Yəni bir pillə aşağısı dominant septakordun prima səsinə düşür də əvvəlki. Müştərək səslər yerində qalır.
Bundan sonra isə ən sonda natamam, dominant non-akkord, natamam, dominant septakorda öz növbəsində tonika üç səslisinə həll olunur. Gəlin əsas sizə buranı izah edeyim. Bura çox vacibdir. Bu nə deməkdir? Onu öyrənəcəyik indi biz. Bax, burada gördüyünüz kimi hamısı düz gedir. Bir dənə bu aşağı gəlir. Yəni bu not. Bu notumuz la notudur. Bir pillə aşağı hərəkət edir. Yəni prima ilə sol əmələ gəlmiş oldu. Yəni bu soldur. Bu isə la'dır. La gəlir aşağı, oldu sol. Qalanlar görürsüz, olduğu kimidir. Bax, düz gedir xəttlər. Bir dənə bu aşağı gəldi, oldu prima. Qalanlar, yəni bura sol, si, fa. Bax, sol, si, bir də fa. Olduğu kimi qaldı. Çünki bunlar az öncə də dedim ki sizə müştərək səslər hərəkət etmir, olduğu kimi qalır. Müştərək səs olduqlarına görə onlar da qaldı. Sildim buranı, keçək indi qalanlarını izah edim sizə. Bax, indi gəldik, çatdıq bura. Bu deməli, dominant non-akkord bitdi, gəldi dominant septakord. Dominant septakordda necə olacaq? Burada baxaq öncə si'yə. Si notu buradır. Dominant non-akkorddan si yoxu sol, üzürlü sayı sol bura. Və skripka çarının başladığı nöqtə sol. Sol dominant non-akkorddan gəldi, olduğu kimi. Dominant non-akkordda sol idi, dominant septakordda da sol oldu. Sonra dominant septakorddan yuxarı qalxır. Yuxarıdakı bura do səsində kvintadır. Do səsidir, kvinta səsinə qalxır. Bu da belə. Yəqin ki bunda başa düşdünüz. Bir dəqiqə. Sonra gəlirik biz si notuna. Si buradır. Bu olduğu kimi qalmışdı, sonra gəlmişdi. Dominant non-akkordda da si idi. Müştərək səs olduğuna görə gəldi. Dominant septakordda da si olmağını saxladı özündə. Və bu nə oldu? Bu si tonikaya qalxır do səsinə. Bax. Qalxdı do səsinə. Bayaq sol da do səsinə qalxmışdı. Yəni ikisi də eyni səsə qalxdı. Gəlirik sonra fa'ya. Fa'da fa aşağı gəlir də. Bax, fa hansıdır? Fa buradır. Fa olduğu kimi qalmışdı. Müştərək səs idi. Fa isə gəlmişdi bura. O da aşağı gəldi bura. O da ki gördüyünüz kimi tonikaya qalxdı. Tonikanın do səsinə qalxdı. Yəni ən sonda nə alındı? Do, mi, sol. Və bu da oldu bizim tam tonika üç səslimiz. Bugünkü dərsimiz bu qədər. Ümid edirəm bunu başa düşdünüz. Başa düşmədinizsə deyərsiniz. Lap yenə də video kimi çəkib izah eləyərəm. Çünki çox önəmli məqam idi bu. Amma yəqin ki başa düşdünüz də. Əgər videonu bəyəndinizsə kanalıma abunə olmağı, videoya like atmağı, bildirişləri açıq saxlamağı unutmayın. Ümumiləşdirici tapşırıqları da postlarda da dərc edəcəm, paylaşacağım. Bölmə bitdi də, bölmə üzrə ümumiləşdirici tapşırıqları. İşləyərsiniz, özünüzü yoxlayarsınız. Hələlik sağ olun.